Hamıya salam. Mən Xatirə Əzizxanlı, Dərs evi tədris mərkəzinin əməkdaşıyam. Biz Kapital Bank ilə birlikdə Azərbaycan məktəblərində dəyişiklik səndən başlayır layihəsini həyata keçiririk. Bu layihə məktəblərdə olan bullyinqə qarşı mübarizəyə həsr olunub. Növbəti webinarımızın mövzusu kiberbullyingdir. Nisbətən yeni və populyar zorakılıq forması olan kiberbullyingdən danışaq. İnternetdəki bullyingin əsas əlamətləri offline, yəni fiziki dünyadakı bullying əlamətləri ilə eynidir. Sistematiklik və konkret bir şəxsə və ya qrupa qarşı olması. Lakin necə ki internet fiziki reallıqdan fərqlənirsə, kiberbullying də fiziki dünyadakı bullyingdən fərqlənir. Onu aşkar etmək və nəticələri ilə məşğul olmaq daha çətindir. Bəzən isə demək olar ki, mümkünsüzdür. Kiberbullyingin iştirakçılar üçün vurulan ziyanı həm intensivlik, həm də təsir müddəti baxımından offline, yəni canlı bullyingdən daha böyük ola bilər. Çox vaxt kiberbullying offline bullyingin davamıdır. Bunu eləmək daha rahatdır. Nə müəllim, nə də məktəb rəhbərliyi uşaqların şəbəkədəki fəaliyyətlərinə dərhal müdaxilə eləmək üçün kifayət qədər səlahiyyətə sahib olmur. Aqressor gizlənə və anonim ola bilər və ya nümayişkaranə hərəkət edə bilər. Kiberbullyingin məkan məhdudiyyəti yoxdur. Əgər uşağın offline dünyası şərti olaraq ev, məktəb, həyətdəki dostları kimi sahələrə bölünürsə, bullying özünü bu sahələrdən birində göstərir. Kiberbullying zamanı isə onu hər yerdə qurbana çevirmək mümkündür. Offline, yəni canlı bullyingdə ağır vəziyyətdə olan qurbanı başqa bir məktəbə keçirmək mümkündürsə, kiberbullying halında aqressorlar qurbanı hər yerdə izləyə bilirlər. Kiberbullying hətta qurban şəbəkədə olmasa və ya heç bir cihazdan istifadə etməsə də baş verə bilər. Qurban ümumiyyətlə hər şeydən bixəbər ola bilər. Kiberbullyingin vaxt məhdudiyyəti yoxdur. Online, yəni kiberbullying məktəb zənginin çalınması ilə bitmir. Bu bullying növü 24 saat baş verə bilər. Qurban daim öz hesablarına nəzarət etməyə, qorxu içində pis şərhləri silməyə çalışır. Xüsusən də gecə vaxtı qurbanın səhifəsində daha uzun müddət qala biləcək məlumatlar yaymaq və s. mümkündür. Kiberbullying üçün heç bir məhdudiyyət yoxdur və kiberbullying internetdə sürətlə yayılır. Zərərli mesajlar və videolar haqqında məlumatı internetə qoşulmuş hər kəs öyrənə bilər. Kiberbullyingin nəticəsi olaraq yaranan elektron iz qurbanın həyatında həmişə qala bilər. Şəbəkəyə düşən hər hansı məlumat orada əbədilik qalır. Bu, davamlı xatırlatma, davamlı təhdid hissi, davamlı nüfuz sarsılması formasında təzahür edir ki, bunun da həlli yoxdur. Kimsə videonu yükləyir, kimdəsə ekran görüntüləri qalır. Bu məlumatlar illər sonra yenidən üzə çıxır. Çünki o internetə düşüb və orada qalır. Kiberbullyingi anonim aparmaq asandır. Yalançı hesablar, e-poçt ünvanları, messengerdə bağlı qruplar və s. Aqressorun çox sayda gizlənmə üsulu var. Lakin nə məktəb rəhbərliyinin, nə də müəllimin aqressoru aşkar etmək üçün alətləri və səlahiyyətləri yoxdur. Bu mövzuda birbaşa təhdidlər, şantaj, ölüm qrupları və təcavüzlər varsa, dövlət orqanları buna daha ciddi yanaşırlar. Kiberbullyingi nəzarətə götürmək olmur. Sinifdəki hərəkətlərə və məlumatlara təsir etməyin bir yolu var. İnternetdə isə məlumatın yayılmasına təkcə müəllim deyil, çox vaxt aqressorun özü də təsir edə bilmir. Vəziyyətlə tanış olmayan insanlar sadəcə olaraq trendə qoşula və qurban haqqında məlumatı mem, məzəli şəkil, yazışma fraqmenti, fotoşəkil, video və s. formalarda yaya bilərlər. Məsuliyyətdən uzaqlıq. Aqressor qurbanın emosiyalarını və öz hərəkətlərinin nəticələrini görmür. Qurban hardasa uzaqlardadır. İnternetdə baş verən hər şey zərərsiz görünür və oradakı qaydalara tabedir. Bəzən aqressor internetdə öz hərəkətlərinə haqq qazandırmaq ehtiyacı belə duymur. Bu ki internetdir, burada hamı bir-birini trollayır, yəni
qıcıqlandırır. Bəzən sərt olur, neynəmək olar? Və bəlkə də kiberbullyingin offline, yəni canlı zorakılıqdan ən vacib fərqi elə budur. Kiberbullyingi təşkil etmək çox asandır. Heç bir güc sərf eləmək lazım deyil. Bunun üçün əlinizdə telefonun və internetin olması kifayətdir. Kiberbullyinglə necə iş aparılmalıdır? Əgər siz sinifdə uşaqlardan birinin sosial şəbəkələrdə təhqir edildiyini aşkar etsəniz, müdaxilə edin və vəziyyəti nəzarət altına almağa çalışın. Qurbanla danışın. Uşaqlar nadir hallarda böyüklərə kiberbullying haqqında danışırlar. Səbəblər isə eynidir. Utanc hissi, qarşı tərəfin qisas alacağı qorxusu və böyüklərə qarşı inamsızlıq. Bundan əlavə, uşaqlar çox vaxt böyüklərin telefon, planşet və ya notebookları onların əlindən alacağından qorxurlar. Uşağın sizin dəstəyinizə ehtiyacı var. Ona heç bir günahı olmadığını izah eləmək vacibdir və bunu dayandıra bilərsiniz. Şagirdə bunun bullying olduğunu və bütün mesajların və fotoların, videoların ekran şəkillərinin çəkilməli olduğunu yumşaq şəkildə çatdırın. Uşağa deyin ki, aqressorları bloklamaq, sayt moderatoruna və ya sosial media administratoruna şikayət etmək, şəxsi hesab sındırılıbsa, şifrələri dəyişmək, özünə bəraət qazandırmamağa çalışmaq və onun barəsində yazılanları şəxsi qəbul etməmək lazımdır. Valideynləri xəbərdar edin. Bu problemin həllinə psixoloq və sosial işçiləri cəlb edin. İnformasiyanın yayılması ilə bağlı qanunları öyrənin. Əgər siz başa düşürsünüzsə ki, bullyingdə kriminal element var, şərəfi alçaldılan məlumatlar yayılması, ölüm qruplarının yaradılması, nüfuza ziyan vurulması, əlaqə məlumatlarının porno saytlarında yayılması, təhdidlər varsa, valideynlərə və yetkinlik yaşına çatmayanlar üzrə şöbəyə xəbər verin. İstənilən bullying forması kimi, kiberbullyingin də qarşısını profilaktika yardımı ilə almaq, onu dayandırmaqdan daha asandır. Müsbət sinif mühiti yaratmaqla yanaşı, kiberbullyingin qarşısının alınması üçün uşaqların və valideynlərin rəqəmsal təhlükəsizlik qaydaları haqqında maarifləndirilməsi zəruridir. Burada ən vacib olanı qeyd elədik. Şəxsi məlumatlar kənar şəxslərdən gizli saxlanılmalıdır. Ünvan, telefon nömrəsi və s. Bütün bu məlumatlar yalnız daimi ünsiyyət dairəsi üçün nəzərdə tutulub. Şəxsi məlumatlar yalnız tanışlıq və şəxsi ünsiyyət zamanı verilməlidir. Necə ki, real həyatda yad adamlarla ünsiyyət zamanı ehtiyatlı davranırıqsa, tanımadığımız hesablarla ünsiyyət qurarkən də diqqətli olmaq lazımdır. Tanımadığımız qəribə profilin və ya adi həmyaşıd hesabının arxasında hər kəs gizlənə bilər. Fırıldaqçı, təhdidçi, təriqətçi, pedofil, soyğunçu, bullying halında şərh yazan şəxsə cavab vermək faydasızdır. Troll və ya aqressorlarla yazışmaq və ya hər hansı şəkildə qarşılıqlı əlaqə qurmaq vəziyyəti daha da pisləşdirəcək. Məlumatın yayılmasını və ya şərh və mesaj axınını dayandırmaq üçün dərhal moderatorlar, dəstək xidmətləri və sosial şəbəkələrdəki qrup administratorları ilə əlaqə qurmaq lazımdır. İstifadəçi şəbəkəyə yerləşdirdiyi məlumatlara görə cavabdehdir. Şəbəkədə yalnız bütün dünya ilə paylaşmağa hazır olduğunuz məlumatı yerləşdirin. Yalnız etibar etdiyiniz şəxslərlə şəxsi məlumatı paylaşın. Unutmayın, hər hansı bir yazışma, şəkil və ya video hər an ictimailəşə bilər. Bu yalnız bullying halında deyil, bəzən təsadüfən və ya səhvən də baş verə bilər. Böyüklərdən, yetkinlik yaşına çatmış şəxslərdən kömək istəyin. Bəzi məsələlər çətin olsa da, hüquqi dəstək vasitəsilə həll oluna bilər. Bullying, şantaj, provokasiya halında şübhəli təkliflər, məsələn, narkotiklər, intim şəkillər üçün pul tələb edilməsi, borc istəmə və ya asan qazanc təklifi aldıqda, yazışmaların göndərilən şəkli və yaxud videoların ekran görüntülərini çəkin. Bunlar sadəcə sizə ünvanlanmış təhqiramiz, alçaldıcı və ya qorxuducu mesajlar deyil.
Bunlar həqiqi cinayətkarları dayandırmağa və zorakılığın qarşısını almağa kömək edəcək vacib sübutlardır. Rəqəmsal təhlükəsizlik mövzusunda dərs saatı ayırmağı tövsiyə edirik. Bundan əlavə, kiberbullyingin qarşısını almaq üçün ixtisaslaşmış təlimlər mövcuddur. Valideynlərlə birlikdə mütəxəssislərin dəvət olunması imkanını müzakirə edin. Belə bir təlim uşaqların marağını mütləq cəlb edəcəkdir. Azərbaycanda 116-111 qısa mobil nömrəsi ilə uşaqlar üçün qaynar xətt fəaliyyət göstərir. Beləliklə, növbəti vebinarımız başa çatdı. Diqqətinizə görə təşəkkürlər. Zəhmət olmasa videonun altında sizi bu mövzuda maraqlandıran suallarınızı verin. Ən aktual sualları cavablandırmaqdan məmnun olarıq. Videolarımızı bəyənin və paylaşın. Görüşənədək hələlik.